Asəf Zeynallı adına Musiqi Kollecinin müəllim və tələbə heyəti burada təhsil alan Pərvanə Nuriyevanın öz doğma bacısını qəddarlıqla qətlə yetirilməsi hadisəsindən şoka düşüb. APTV-yə açıqlama verən kollecin direktor müavini Gülzar Hətəmzadə tələbəsi Pərvanə Nuriyevanın qətl törədə biləcəyinə inanmır. Bu hadisə bizi çox sarsıtdı. Bu uşaq bizdə 3 ildir təhsil alır. Bunun tərəfindən biz heç bir qəribəlik görməmişik. Bu ailə münaqişəsi ola bilər. Hələ istintaq gedir, hələ heç bir nəticə əldə olunmadığı halda bu tələbə haqqında belə şayiələr yaratmaq. Sizin təsəvvür edin ki, zərif incə uşaqda 19 yaşı var. O nə cür ola bilər ki, belə qəddarlıqla hadisə törətsin? Asəf Zeynallı adına Musiqi Kollecinin tədris tərbiyə işləri üzrə direktor müavini Gülzar Hətəmzadə hesab edir ki, hadisənin kökündə ailə münaqişəsi dayanır. Necə təsəvvür edirsiniz ki, onu qucağına götürdü, qaldırdı, qoydu kravata, ayağını bağladı, əlini bağladı, başını kəsdi. Belə söhbətlər ola bilər. Çox təmkinli, özünə qapanmış uşaq idi, çox sakit. Müəllimlərdən də biz müsahibədə söhbət eləmişik. Heç bir qəribəlik, heç bir qeyri-adi hərəkət onun tərəfindən biz görməmişik. Ardıcıldır tələbə dərslərində mütəmadi gəlib, iştirak edib, dərslərini qavrayıb, çıxıb gedib. Mən deyə bilmərəm ki, o belə fitri istedada malik olan belə indi tələbədir. Adi tələbədir. Bacısı haqda da mən eşitmişəm ki, çox müsbət haqda, onun haqqında söyləyirlər. Onun valideynləri də çox belə normal valideyndir, uşaqlarına diqqət yetirən valideyndir. Onları nəzarətsiz buraxmayıblar. O uşaqlarla daimi maraqlanıblar. Direktor müavini öz tələbəsinin belə hadisə törədə biləcəyinə inanmadığını deyir. İnanmıram ki, o tələbə belə hadisə törədə bilər. Onun fiziki durumu, onun enerjisi o deyir ki, o götürsün öz bacısını qucağına, qoysun kravata, əlini, ayağını bağlasın. O mənə nəsə belə qəribə görsənir. Mən onu bilirdim ki, böyük bacısı ona çox böyük qayğı göstərirdi. Onu hər dəfə özünün yanında salırdı, konsertlərə aparırdı, tədbirlərə aparırdı. Yəni, mən maraqlandım tələbə yoldaşlarına, ətraflarına. Yəni, onlar bu bacılar arasında çox gözəl münasibət var idi. Yəni, həm fikir idilər də, musiqiyə ilə təhsil alan tələbələrdir də. Yəni, eyni istiqamətdə, eyni profilli təhsil alan tələbələrdir və onlar birgə bir münasibətdə idilər. O bir günə olunan iş deyil. O gərək o qəddarlıq toplansın aylarla, günlərlə. Yəni bir saniyənin içərisində insan belə alovlanıb belə hərəkət eləyə bilməz. Bacısı tərəfindən qəddarlıqla qətlə yetirilən Günel Nuriyevanın tələbə yoldaşı Səbinə Orucova da mərhumun çox müsbət xarakterli insan olduğunu bildirdi. Düzdür, 3 il müddətində belə tam yaxın tanışdığımız, münasibətimiz olmayıb, amma pərpatok dərslərini bir yerdə olmuşuq. Çox sadə, çox yaxşı qız idi. Yəni, eşidəndə düzdür, hamımıza pis təsir elədi, heç elə şey gözləmirdik. Qəfildən xəbər aldıq, amma çox yaxşı, çox sadə. Yəni, internetdə çox şey oxuyuruq, yəni biznesmen qızıdır zat, yəni biz ondan elə şeyləri görməmişik. Özünün yekəxana aparan qız olmayıb, çox sadə, həmişə ağıllı, bizlə münasibətdə də həmişə arada məsafə olub. Yəni, bizə həmişə, hətta qrup yoldaşlarına siz deyə müraciət edən bir qız idi. Bacısıyla münasibətləri çox yaxşı ailələr, həmişə ailələrindən danışırdı. Yəni, danışanda bizim aramızda həmişə ailəsindən yaxşı şeylər danışırdı ki, ailəmiz bir-birimizə çox bağlıyıq belə. Səbinə Orucovanın fikrincə, qətl psixoloji problemlərdən qaynaqlana bilər. İndi bunun bacısıyla mənim o qədər belə burada tələbə kimi baxmışıq hamıya, mən onunla yaxın münasibətdə olmamışam. Yəni, bir qızdan mən elə şey gözləmirəm, hər şey ola bilər, amma yenə də nə bilim. Ola bilər, psixoloji problemləri olar, amma yəni mən görməmişəm burada. Yox, məktəb daxilində biz elə şey hiss eləməmişik. Elə şey hiss olunan kimi biz hamı məktəbdə bilirik.